Salam. Bugün sizə vətəndaşların müraciəti haqqında qanunun ən sadə dildə izahını təqdim edəcəm. Sizi yormamaq və mövzunu daha dərindən öyrənməyinizi nəzərə alaraq ilk 5 maddənin açıqlaması veriləcəkdir. Yəni video 2 hissədən ibarət olacaq. Mövzuya keçməmişdən öncə onu nəzərinizə çatdırım ki, hər bir qanun mütləq şəkildə Konstitusiyanın müvafiq maddələrinə istinad edir. Yəni, Milli Məclis qanunu hazırlayarkən onun Konstitusiyaya uyğunluğunu yoxlayır və vətəndaşların müraciəti haqqında qanun da bu qanunlardan biri hesab edilir və Konstitusiyanın 2 əsas maddəsinə əsaslanır. Bunlardan biri Konstitusiyanın 57-ci maddəsi, digəri isə 94-cü maddənin 1-ci hissəsinin 1-ci bəndidir. Yəni, 57-ci maddə vətəndaşların müraciət etmək hüququnu təsbit edir. 94-cü maddə isə Milli Məclisə bu məsələ ilə bağlı qanun qəbul etmək səlahiyyəti verir. Yəni, bu qanun vətəndaşların dövlət orqanlarına müraciət etmək hüququnu necə həyata keçirəcəyini və vəzifəli şəxslərin müraciətlərə necə baxmalı olduğunu müəyyənləşdirir. Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququ tam olaraq qanunla təmin olunur. Bu hüquq onlara imkan verir ki, dövlət və bələdiyyə orqanlarına, qısa dildə desək, dövlət qurumlarının və ya həmin qurumların vəzifəli şəxslərinə müraciət etsinlər. Hər bir vətəndaş öz müraciətini həm yazılı, həm də şifahi formada edə bilər. Müraciət tək başına, yəni fərdi şəkildə də və yaxud bir qrup insan tərəfindən kollektiv formada da təqdim oluna bilər. Bundan başqa, müraciəti şəxsən vətəndaşın özü də edə, yaxud da öz nümayəndəsi vasitəsilə də bunu həyata keçirə bilər. Müraciət etmək hüququ sərbəst və könüllü xarakter daşıyır. Heç kim vətəndaşı məcbur edə bilməz ki, müraciət etsin yaxud etməsin. Ancaq vətəndaş bu hüquqdan istifadə edərkən mütləq nəzərə almalıdır ki, başqa şəxslərin hüquq və azadlıqları pozulmasın. Eyni zamanda qanun açıq şəkildə bildirir ki, müraciət hüququ heç bir ayrı-seçkilik əsasında məhdudlaşdırıla bilməz. Digər qanunlar kimi bu qanunda da bir sıra əsas anlayışlardan istifadə olunur. Sizə ən vacib tövsiyələrimdən biri o ola bilər ki, siz ya test mərhələsinə yaxud müsahibə mərhələsinə hazırlaşırsınızsa, mütləq şəkildə hər hansı bir qanunda əsas anlayışlar bölməsinin, maddəsinin, bəndin gördünüzsə, onu əzbərləyib dərk etməyə çalışın. Çünki müsahibənin və test mərhələsinin ən əsas vacib verilən suallarından biri də məhz anlayışlardır. Gəlin onları bir-bir sadə dildə izah edək. Müraciət edən şəxs deyəndə istər adi vətəndaş olsun, istərsə də hüquqi şəxs, yəni şirkət və təşkilat, hər ikisi müraciət edə bilər. Burada əsas məqsəd nədir? Yalnız ayrı-ayrı insanlar yox, həm də təşkilatlar öz adından müraciət edə bilsin. Müraciət hüququ təkcə fərdlərə deyil, hüquqi şəxslərə də verilir. Müraciət vətəndaşın dövlət və ya bələdiyyə orqanına, yaxud onların vəzifəli şəxsinə rəsmi şəkildə ünvanladığı fikirdir. Sadə formada qeyd etsək, müraciət odur ki, vətəndaş öz istəyini, problemini və yaxud da təklifini dövlət qurumuna çatdırır. Bunun hansı formada, yazılı, elektron və yaxud da şifahi olmasının heç bir fərqi yoxdur. Əsas odur ki, qanunla bu hüquq hamı üçün tanınıb. Müraciətin 3 əsas növünə baxacağıq: təklif, ərizə, şikayət. Təklif dedikdə qanunların təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması və müxtəlif sahələrlə bağlı ideyaların irəli sürülməsidir. Bunu siz tək-tək kodu ilə də yadda saxlaya bilərsiniz. Yəni, tək dedikdə təkmilləşdirmə, tək dedikdə təklif. Hər birinin birinci hecasına diqqət etmək kifayət edəcəkdir. Ərizə bilirəm ki, hər birinizə tanış olan müraciət növüdür. Yəni, hər biriniz həyatınız boyu ən azından bir dəfə də olsun ərizə ilə müraciət etmişsiniz. Yəni, ərizə dedikdə vətəndaşın öz hüquq və azadlıqlarını həyata keçirməsi ilə bağlı tələbini əks etdirən müraciət nəzərdə tutulur. Şikayət nədir? Məsələn, mən ərizə ilə müraciət etdim, mənim ərizəmə baxılmadı. Bu da o deməkdir ki, mənim hüququm pozuldu. Və pozulmuş hüquq və azadlıqların bərpa edildikdən sonra isə onun müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət növü şikayət hesab edilir.
Müraciətə baxan subyekt dedikdə, müraciətləri qəbul etmək və cavablandırmaq səlahiyyəti olan qurum nəzərdə tutulur. Bu, dövlət və bələdiyyə orqanları, onların müəssisələri və büdcə təşkilatlarıdır. Müraciətə baxan vəzifəli şəxs isə həmin qurumların rəhbərləri yaxud onlarda təşkilati və inzibati vəzifə daşıyan şəxslərdir. Gəlin birlikdə müraciətin formalarına nəzər salaq. Şifahi müraciət dedikdə, vətəndaşların qəbul zamanı telefon xidməti vasitəsilə yaxud televiziya və radio proqramlarında müraciət etməsidir. Xüsusi telefon xətti yaradılır ki, vətəndaş zəng edib müraciətini bildirərək həmin müraciətinə cavab ala bilsin. Bu, telefon müraciəti xidmətidir. Yazılı müraciət adi kağız üzərində və yaxud da ki, elektron şəkildə edilən müraciət növüdür. Elektron müraciət isə dövlət orqanının elektron poçt ünvanına yaxud rəsmi saytına göndərilən müraciət sayılır. Kollektiv müraciət iki və daha çox şəxsin eyni məsələ ilə bağlı birlikdə müraciət etməsidir. Təkrar müraciəti isə artıq baxılıb və cavablandırılıb, ancaq məsələnin eyni şəxs tərəfindən yenidən göndərilməsidir. Anonim müraciət, müraciətdə vətəndaşın adı, soyadı, ünvanı yaxud imzası göstərilməyibsə, belə müraciət anonim hesab olunur. Hüquqi şəxslər üçün isə təşkilatın adı, ünvanı və rəhbərin imzası olmadıqda o zaman anonim hesab edilir. Vətəndaşların müraciətinə baxılarkən bir neçə əsas prinsipi göz önünə gətirmək lazımdır. Bunlar qanunun təməl qaydalarıdır ki, hər bir müraciətdə qorunmalıdır. Birincisi, qanunçuluq prinsipi. Bir çox qanunda hər biriniz rast gəlirsiniz qanunun aliliyi sözünə. Yəni, qanunun aliliyi dedikdə, qanunçuluq prinsipi nəzərdə tutulur. Bütün müraciətlər yalnız qanuna uyğun şəkildə qəbul olunmalı və cavablandırılmalıdır. Heç bir orqan qanundan kənara çıxa bilməz. Bu, qanunçuluq prinsipinin əsas məqsədidir. İkincisi, sərbəstlik və könüllülük. Vətəndaş özü qərar verir ki, müraciət etsin yaxud etməsin. Heç kim onu məcbur edə bilməz, amma müraciət etmək istəyəndə də qarşısı alınmamalıdır. Üçüncü prinsipdə biz tələblərin vahidliyi sözündən rastlaşırıq. Yəni, müraciətlərə baxılarkən hamıya eyni qaydalar tətbiq edilməlidir. Birinə başqa, digərinə başqa yanaşma olmaz. Dördüncü, hüquqların və qanuni mənafələrin qorunması. Yəni, burada söhbət həm vətəndaşların, həm də hüquqi şəxslərin, yəni təşkilatların qanuni maraqlarının qorunmasından gedir. Ayrıseçkilik və süründürməçiliyə yol verilməməsi, yəni müraciətlər heç vaxt milliyyət, din, siyasi baxış və ya başqa əsaslarla fərqləndirilməməlidir. Həmçinin vətəndaş aylarla qapı-qapı süründürülməməlidir. Altıncı, şəffaflıq. Dövlət orqanları və vəzifəli şəxslər öz fəaliyyətində açıq və şəffaf olmalıdırlar. Vətəndaş bilməlidir ki, müraciətinə necə baxılır və hansı mərhələdədir, yəni müraciətin gedişi necədir. 7-ci, maraqların uzlaşdırılması. Vətəndaşın müraciət hüququ var, düzdür. Ancaq eyni zamanda dövlətin də öz maraqları var axı. Yəni qanun tələb edir ki, bu iki tərəfin maraqları balanslı şəkildə qorunsun. Sadə desək, bu prinsiplər həm vətəndaşın hüquqlarını, həm də dövlətin iş qaydasını təmin edir. Onlar olmadan müraciətlərdə ədalət və obyektivlik mümkün olmaz. 5-ci maddəni belə yadda saxlaya bilərik. Məsələn, mənim edə biləcəyim müraciət tam olaraq qurumun səlahiyyətində olmalıdır. Yəni, evdə suyum kəsilibsə, gedib bununla bağlı Elm və Təhsil Nazirliyinə müraciət etsəm, artıq nəticəni siz düşünün. Edəcəyim müraciət tam aidiyyatı üzrə edilməlidir. Burada tam olaraq qanun, konstitusiya qanunu və məcəllələrin adlarına diqqət yetirmək lazımdır. Birinci başlayaq hərbi qulluqçulardan. Əgər xidmətlə əlaqədar müraciət soruşulacaqsa, diqqət etmək lazımdır ki, silahlı qüvvələrin daxili xidmət nizamnaməsi və intizam nizamnaməsi ilə tənzimlənəcək. Nəyə görə? Çünki hərbi qulluqçu xidmətlə əlaqədar müraciət edirsə, bəllidir ki, bunun tərkibində hərbi sir var və hərbi sir yayılmamalıdır. Çünki xidmətlə əlaqədardır. Ancaq çox diqqətli yanaşmalıyıq. Xidmət sözünün olması şərtdir. Olmasa o zaman vətəndaşların müraciəti haqqında qanunla tənzimlənəcək. Adətən hərbi qulluqçular və onların ailə üzvlərinin müraciəti qanunda yanaşı verilir.
Seçkilər və referendumlar bəllidir. Bu sahədə müraciətlər seçki məcəlləsi ilə tənzimlənir. Qanunvericilik təşəbbüsü ilə bağlı bunu qısa xatırlatma verim. Konstitusiyanın 96-cı maddəsinə diqqət yetirərsiniz. Orada qanunvericilik təşəbbüsü hüququ var. Azərbaycan Respublikasının 40 min seçki hüququ olan vətəndaşından söhbət gedir. Və qanunvericilik təşəbbüsü hüququ haqqında qanunla müəyyən edilir. Digərlərindən fərqlənən müraciət növlərindən biri ombudsmana, yəni insan hüquqları üzrə müvəkkilə edilən müraciətlər yaxud şikayətlərdir. Adətən test mərhələsində Konstitusiya qanunu yerinə qanun sözünü yazırlar. Ancaq biz bilməliyik ki, ombudsman haqqında qanun yox, məhz Konstitusiya qanunu mövcuddur. İnformasiya sorğuları hansısa sənəd və ya məlumat almaq istəyən vətəndaşın müraciət etməyi üçün nəzərdə tutulub və informasiya əldə etmək haqqında qanunla tənzimlənir. Məişət zorakılığının adını gördüyünüz zaman mütləq şəkildə diqqətli olmalısınız. Əgər cinayət tərkibi yoxdursa, bu şikayətlər məişət zorakılığının qarşısının alınması haqqında qanunla tənzimlənəcək. Birdən görsəniz ki, cinayət tərkibinin əlamətləri var deyə qeyd olunub, o zaman ehtiyatlı olun. Çünki orada heç bir qanunun adını seçməyəcəksiniz. Prosesin nə zaman baş verəcəyi bəlli deyil axı. Ona görə iki versiya olacaq. Ya həmin dövrdə qüvvədə olan qanun variantını seçəcəyik. Yəni, cinayət hadisəsi baş verən dövrdə hansı qanun qüvvədədir hazırda? Onu seçəcəyik. Yaxud da heç bir variantını. Özəl xidmət göstərənlər, təhsil, səhiyyə, sosial və mədəni sahədə xidmət göstərən özəl müəssisələrə və fərdi sahibkarlara edilən müraciətlər bu qanunla, yəni vətəndaşların müraciət haqqında qanunla tənzimlənir. Əcnəbilər və hüquqi şəxslər. Əgər beynəlxalq müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, bu qanun həm əcnəbilərə, həm vətəndaşlığı olmayan şəxslərə, həm də xarici hüquqi şəxslərin müraciətlərinə də şamil edilir. Yəni, sadə dildə desək, bu qanun əsas müraciətlərə aiddir, amma xüsusi sahələrdə ayrıca qanunlar tətbiq olunur. Bu dərslik bu qədər. İlk 5 maddənin sadə formada izahını sizlərə təqdim etdim. Növbəti video dərsimizdə isə vətəndaşların müraciəti haqqında qanunun davamını sizlərlə paylaşacağam. Hər birinizə uğurlar.